Əl-Ənkəbut Hörümçək surəsi Məkkədə nazil olmuşdur. 69 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Əlif, Lam, Mim. Əlif, Lam, Mim. Allahla onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab əlifdən, Allahdan, Lamın, Cəbrailin vasitəsilə Mimə, Muhammed sallallahu aleyhi və alihi və səlləmə vəhiy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cürdə mütəşabih ayələri vardır. Əhəsibən nəsu ən yutrakû ən yəqulû əmənnə və hum lə yuftənun. Məyər insanlar iman gətirdiyi demələri ilə onlardan əl çəkilib, əməlləri ilə daha imtihan olunmayacaqlarını mı sanırlar? وَلَقَدْ فَتَنَّ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ. Şübhəsiz biz onlardan əvvəlkiləri öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq imtihan etmişdik. Beləliklə, Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində də həyata keçər və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar. أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَنْ يَسْبِقُونَا سَاءَ مَا يَحْكُمُونَ. Yoxsa etiqadlarıyla və əməllərilə günaha batanlar, hesab, kitab və cəza məqamında bizdən sovuşacaqlarını və bizi aciz edəcəklərini mi güman etdilər? Onlar necə də pis mühakimə yürüdürlər. Mən kənə yərcu liqa'allahi fə innə əcələllahi ləət və huvəs-səmi'ul alim. Hər kəs Allahla görüşəcəyinə, bərzəx, qiyamət günü və cənnətdə onun huzuruna daxil olmağa ümid edirsə, onda çox çalışsın. Çünki şübhəsiz, Allah tərəfindən müəyyən olunmuş müddət mütləq gələcəkdir. O, hər şeyi eşidən və biləndir. وَمَنْ جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ إِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ. Və kim öz nəfsi yaxud Allah düşməni ilə cihad etsə, yalnız öz xeyrinə cihad etmişdir. Çünki Allah aləmdəkilərin heç birinə möhtac deyil. وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ الَّذِي كَانُوا يَعْمَلُونَ. İman gətirib, yaxşı iş görənlərin günahlarını mütləq silərik və onların ən gözəl əməllərinə mükafat verərik. وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حُسْنًا وَإِنْ جَاهَدَاكَ لِتُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُمْ
بما كنتم تعملون. Biz insana, ata-anasına yaxşılıq etməyi tövsiyə etdik və dedik, əgər atan, anan bilmədiyim bir şeyi mənə şərik qoşmağa vadar etsələr, onlara itaət etmə. Hamınızın dönüşü mənə tərəfdir, hüzuruma qaydacaqsınız. Mən də sizə etdiklərinizdən xəbər verəcəyəm. وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُدْخِلَنَّهُمْ فِي الصَّالِحِينَ. İman gətirib yaxşı işlər görənləri şübhəsiz salihlər zümrəsinə daxil edəcəyik. وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِن جَاءَ نَصْرٌ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ. Cemaat arasında elələri də vardır ki, dillə Allaha iman gətirdik deyərlər. Amma Allah yolunda bir işgəncə görsələr, insanların fitnəsini Allahın əzabı hesab edərlər və onun qorxusundan, zahiri imandan dönərlər. Əgər Rəbbindən bir kömək yetişsə, zəfər ya qənimət əldə etsəniz, ciddi surətdə deyərlər, biz də sizinləydik. Allah aləmdəkilərin sinələrində olanları daha yaxşı bilən deyilmi? وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ. Əlbəttə, Allah iman gətirənləri də tanıyacaqdır, münafiqləri də mütləq tanıyacaqdır. Onların halı barədə onun əzəli elmi həqiqətə çevriləcəkdir və halları hamıya məlum olacaqdır. وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُمْ بِحَامِلِينَ مِنْ خَطَايَاهُمْ مِنْ شَيْءٍ إِنَّهُمْ لَكَاذِبُونَ. Və Məkkə müşriklərindən kafir olanlar iman gətirənlərə dedilər, siz bizim yolumuza tabi olun ki, əgər axirət və cəza olmuş olsa, biz sizin günahlarınızı öz öhdəmizə, boynumuza götürərik. Və onlar əsla bunların günahlarından heç bir şeyi öz boyunlarına götürəsi deyirlər. Onlar həqiqətən yalancıdırlar. وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَعَ أَثْقَالِهِمْ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ. Əlbəttə, onlar qiyamət günü həm öz günahlarının ağır yüklərini, həm də öz ağır yüklərindən əlavə daha ağır yüklər, azdırdıqları kəslərin yüklərini daşıyacaqlar. Eyni zamanda azdırdıqları şəxslərin günahları azaldılmayacaq. Mütləq qiyamət günü onlar uydurduqları yalanlar, şirk və digər bidətlər barəsində sorğu-sual olunacaqlar. وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا 50 عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ. Həqiqətən biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. Beləliklə onların arasında 950 il qaldı.
Amma az bir qism istisna olmaqla ona iman gətirmədilər. Zalım olduqları halda tufan, su onları yaxaladı. فأنجيناه وأصحاب السفينة وجعلناها آية للعالمين. Beləliklə, biz ona və gəmi əhlinə nicat verdik və onu, o hadisəni, yaxud o gəmini aləmlər üçün öz qüdrət və qəzəbimizə dair bir nişanə, ibrət etdik. وإبراهيم إذ قال لقومه اعبدوا الله واتقوه ذلكم خير لكم إن كنتم تعلمون. Və İbrahimi göndərdik. O zaman o öz qövmünə demişdi, Allaha ibadət edin və ondan qorxun. Bu sizin üçün daha yaxşıdır, əgər bilsəydiniz. إنما تعبدون من دون الله أوثانا وتخلقون إفكا إن الذين تعبدون من دون الله لا يملكون لكم رزقا فابتغوا عند الله الرزق واعبدوه واشكروا له إليه ترجعون. Həqiqətən siz Allahı qoyub, təsirsiz bütlərə ibadət edirsiniz və onlara ilah, məbud, şəfi və müqərrib adlar verməklə yalan uydurursunuz. Şübhəsiz, Allahın yerinə ibadət etdikləriniz sizin üçün heç bir ruzi verməyə qadir deyildirlər. Odur ki, ruzini yalnız Allahdan diləyin və ona ibadət edin. Ona şükr edin ki, hamınız ona tərəf, hüzuruna qaytarılacaqsınız. وَإِن تُكَذِّبُوا فَقَدْ كَذَّبَ أُمَمٌ مِّن قَبْلِكُمْ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ. Əgər məni təksib etsəniz, təəccüblü olmaz. Sizdən öncəki ümmətlər də öz peyğəmbərlərini təksib etmişdilər. Açıq-aşkar təbliğdən başqa bir şey peyğəmbərin öhdəsində deyildir. Təslim olmağa və əməl etməyə məcbur etmək isə imamın öhdəsindədir. Dünyada və axirətdə mükafat və cəza vermək isə Allahın öhdəsindədir. أَوَلَمْ يَرَوْا كَيْفَ يُبْدِئُ اللَّهُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ. Məyər görmədilər? Bilmədilərmi ki, Allah canlı məxluqları dünyada necə vücuda gətirir, sonra isə onları öldükdən sonra axirət aləmində yenidən qaytaracaqdır? Şübhəsiz, bu iş Allah üçün asandır. قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ثُمَّ اللَّهُ يُنشِئُ النَّشْأَةَ الْآخِرَةَ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ. Ya Peyğəmbər, de, yeryüzündə gəzib dolanın, baxın görün ki, Allah məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir. يُعَذِّبُ مَن يَشَاءُ وَيَرْحَمُ مَن يَشَاءُ وَإِلَيْهِ تُقْلَبُونَ. İstədiyinə, əzaba layiq bildiyinə əzab verər və istədiyinə, layiq bildiyinə rəhm edər. Siz ona tərəf qaytarılacaqsınız. وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ
ولي ولا نصير. Siz əsla qiyamət günü nə yerdə və nə də göydə Allahı aciz edəcək və onun qüdrətindən qaçacaq deyilsiniz və sizin orada Allahdan başqa heç bir dost, hami və yardımçınız olmayacaqdır. وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُولَئِكَ يَئِسُوا مِنْ رَحْمَتِي وَأُولَئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ. Allahın tövhid və kitab nişanələrinə və onunla görüşə kafir olanlar, İnanmayanlar, mənim rəhmətimdən ümidlərini üzənlərdir. Onlar üçün şiddətli bir əzab vardır. فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنْجَاهُ اللَّهُ مِنَ النَّارِ. إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ. Beləliklə, onun, İbrahimin qövmünün cavabı, onu öldürün, yaxud da yandırın deməkdən başqa bir şey olmadı. Və onu oda atdılar. Amma Allah onu oddan xilas etdi. Həqiqətən bunda, bu cür xilas etmədə iman gətirən bir tayfa üçün onun tövhidinə və qüdrətinə dair nişanələr, ibrətlər vardır. وَقَالَ إِنَّمَا اتَّخَذْتُم مِّن دُونِ اللَّهِ أَوْثَانًا مَّوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُم بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُم مِّن نَّاصِرِينَ. Və İbrahim dedi, həqiqət budur ki, dünya həyatında aranızda dostluğa səbəb olsun deyə siz Allahı yox, bütləri qəbul etdiniz. Hər hansı bir məzhəb adamlarının aralarındakı dostluq kimi. Sonra qiyamət günü sizin bəziniz digərinizi inkar edəcək və bəziniz digərinizə lənət oxuyacaqdır. Sizin qalacağınız yer oddur və sizə heç bir kömək edən olmayacaqdır. فَآمَنَ لَهُ لُوطٌ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَى رَبِّي إِنَّهُ هُوَ الْعَزِيزُ الْحَكِيمُ. Beləliklə, qardaşı oğlu Lut ona iman gətirdi və İbrahim dedi, həqiqətən mən öz qövmümün arasından Rəbbimə tərəf hicrət edirəm. Odur yenilməz qüdrət və hikmət sahibi. وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ. İshak və Yəqubu ömrünün axırlarında ona bəxş etdik və nübüvvəti və səmavi kitabı övladlarına əta etdik. Dünyada onun mükafatını verdik və əlbəttə o, axirətdə də salihlərdən olacaqdır. وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ. Və Lutu göndərdik. O zaman öz qövmünə dedi, həqiqətən siz
özünüzdən əvvəl aləmlərdəkilərdən heç birinin etmədiyi olduqca iğrənc bir işi görürsünüz. أَإِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنكَرَ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ. Doğrudanmı siz kişilərlə cinsi əlaqədə olur və yol kəsirsiniz? Nəsil artırma yolunu, yaxud da şəhərin yolunu oradan keçənlərin üzünə bağlayırsınız və ümumi məclislərinizdə çirkin işlər görürsünüz? Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu. Əgər düz danışanlardansansa, bizə Allahın əzabını gətir. قَالَ رَبِّ انصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ. Lut dedi, ey Rəbbim, bu fitnə fəsad törədən qövmə qarşı mənə kömək et. وَلَمَّا جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَى قالوا إِنَّا مُهْلِكُو أَهْلِ هَذِهِ الْقَرْيَةِ إِنَّ أَهْلَهَا كَانُوا ظَالِمِينَ. Göndərdiklərimiz mələklər İbrahimə müjdəni, övladı olması xəbərini gətirdikdə dedilər, əlbəttə biz bu şəhərin, Lut qövmünün məskəninin əhalisini də həlak edənik, çünki oranın əhalisi zalimdir. قَالَ إِنَّ فِيهَا لُوطًا قَالُوا نَحْنُ أَعْلَمُ بِمَنْ فِيهَا لَنُنَجِّيَنَّهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ. İbrahim dedi, Lut oradadır. Dedilər, biz orada olanları daha yaxşı bilirik. Mütləq onu və ailəsini xilas edəcəyik, yalnız zövcəsindən başqa. O əzab içində qalanlardandır. وَلَمَّا أَنْ جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالُوا لَا تَخَفْ وَلَا تَحْزَنْ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا امْرَأَتَكَ كَانَتْ مِنَ الْغَابِرِينَ. Bizim göndərdiklərimiz, elçilərimiz Lutun yanına gələndə, onlara qövmünün onların dalınca gələ biləcəklərinə görə halı pisləşdi və taqəti azaldı. Dedilər, qorxma və qəmgin olma, biz sənin və ailənin xilaskarıyıq, yalnız zövcəndən savayı. O əzab içində qalanlardandır. إِنَّا مُنْزِلُونَ عَلَى أَهْلِ هَذِهِ الْقَرْيَةِ رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ. Biz etdikləri pozğunluğa görə bu şəhərin əhalisinə göydən bir əzab endirəcəyik. وَلَقَدْ تَرَكْنَا مِنْهَا آيَةً بَيِّنَةً لِقَوْمٍ يَعْقِلُونَ. Həqiqətən biz düşünən bir tayfa üçün o şəhərdən aydın bir nişanə, yağmış daşlar, qurumuş bulaqlar və sahibsiz torpaqlar qoyduq. وَإِلَى مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ وَارْجُوا الْيَوْمَ الْآخِرَ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ. Mədiyən əhlinə onların qəbilə qardaşları Şüeybi göndərdik. O dedi, ey mənim qövmüm, Allaha ibadət edin
və axirət gününə ümidiniz və imanınız olsun və yer üzündə fəsad törədici hərəkət etməyin. فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ Mədiyənlilər onu təkzib etdilər. Bu zaman şiddətli bir zəlzələ onları yaxaladı. Öz evlərində üzləri üstə yerə düşdülər və həlak oldular. وَعَادًا وَثَمُودَ وَقَدْ تَبَيَّنَ لَكُم مِّن مَّسَاكِنِهِمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ وَكَانُوا مُسْتَبْصِرِينَ Ad və Səmud qövmünü də məhv etdik və onların viran olmuş məskənlərindən pis aqibətləri sizə bəlli oldu. Şeytan onların çirkin əməllərini nəzərlərində zinətləndirdi, beləliklə də onları Allahın yolundan saxladı. Halbuki bundan öncə tövhid və din barədə bəsirət əhli idilər. وَقَارُونَ وَفِرْعَوْنَ وَهَامَانَ وَلَقَدْ جَاءَهُم مُّوسَى بِالْبَيِّنَاتِ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ وَمَا كَانُوا سَابِقِينَ Və Qarunu, Fironu və Hamanı da məhv etdik. Şübhəsiz, Musa tövhid və şəriyyətlər barədə bizim aydın dəlillərimizi onlara gətirmişdi. Onlar isə yer üzündə təkəbbür və tüğyan etdilər. Amma əsla bizim iradəmizdən önə keçən deyildilər. Bizim əzabımızdan qaça bilməzlər. فَكُلًّا أَخَذْنَا بِذَنبِهِ فَمِنْهُمْ مَنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُمْ مَنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُمْ مَنْ أَغْرَقْنَا وَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَكِنْ كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ Beləliklə, biz onların hər birini öz günahının cəzası ilə bərk yaxaladıq. Onlardan elələri var idi ki, başına daş yağdırdıq. Lut qövmü kimi. Yaxud qum yağışı ilə qarışıq bir külək göndərdik. Ad qövmü kimi. Onlardan Şüeyb və Səmud qövmü kimi elə tayfa da var idi ki, onları göydən gələn öldürücü bağırtı bürüdü. Onlardan bəzisini yerə batırdıq, Qarun kimi. Bəzisini suda qərq etdik, Nuhun qövmü və Fironun adamları kimi. Allah onlara əsla zülm etmirdi. Lakin onlar özlərinə zülm edirdilər. مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِيَاءَ كَمَثَلِ الْعَنكَبُوتِ اتَّخَذَتْ بَيْتًا وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنكَبُوتِ لَوْ كَانُوا يَعْلَمُونَ Allahdan başqa və onun müqabilində özlərinə hami və yardımcı qəbul edən kəslər, etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər. İnnəlləhə ya'ləmu mə yəd'un min dunihi min şey və huvəl-azizul hakim. Şübhəsiz Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini, hər nə olursa olsun, həqiqətini bilir ki, Allahın müqabilində təsirsiz və cansızlardan başqa bir şey deyirlər. O yenilməz qüdrət və hikmət sahibidir.
وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ Və biz belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır və dərinliyinə, həqiqətinə varmır. خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ إِنَّ فِي ذَلِكَ لَآيَةً لِلْمُؤْمِنِينَ Allah göyləri və yeri haqq olaraq uca, üstün və əqli bir məqsəd naminə yaratdı. Şübhəsiz bunda, yaradılışda möminlər üçün onun tövhidinə, cəlalına və camalına dair bir nişanə vardır. أُتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki namaz insanı böyük günahlardan, şəriyyətdə və əqildə xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir. وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ وَقُولُوا آمَنَّا بِالَّذِي أُنْزِلَ إِلَيْنَا وَأُنْزِلَ إِلَيْكُمْ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ Və kitab əhli ilə, Yəhudilər və Xristiyanların zülm edənləri, təkəbbürlü olanlar, inadkarlar və haqqı qəbul etməyənlər istisna olmaqla, yalnız ən gözəl bir tərzdə, təhqirsiz, hədəsiz, kobud davranmadan mücadilə və mübahisə edin. Deyin, biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz ona təslim olanlarıq. وَكَذَلِكَ أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ وَمِنْ هَؤُلَاءِ مَنْ يُؤْمِنُ بِهِ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ Keçmiş peyğəmbərlərə necə kitab nazil etmişdiksə, bu kitabı da sənə belə nazil etdik. Beləliklə, kitab verdiyimiz kəslər öz kitablarına diqqət yetirmək və etiqad bəsləməklə bu kitaba iman gətirirlər. Bunlardan, müşriklərdən də bəzisi iman gətirir. Bizim ayələrimizi inadkar kafirlərdən başqa heç kəs inkar etmir. وَمَا كُنْتَ تَتْلُو مِنْ قَبْلِهِ مِنْ كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ إِذًا لَارْتَابَ الْمُبْطِلُونَ Sən bu Qur'andan öncə heç bir yazı və kitab oxumurdun və öz əlinlə heç bir yazı yazmırdın. Əgər belə olmasaydı, onda batilə uyanlar sənin peyğəmbərliyinə şəkk edərdilər. بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الظَّالِمُونَ Xeyr, bu Qur'an ilahi elm verilmiş kəslərin sinələrində olan açıq aydın ayələrdir.
bizim ayələrimizi zalimlardan başqa heç kəs inkar etmir. وَقَالُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَاتٌ مِّن رَّبِّهِ قُلْ إِنَّمَا الْآيَاتُ عِندَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ. Kafirlər dedilər, bəs nə üçün ona Salihin dişi dəvəsi, Musanın əsası və İsa'nın maidəsi kimi möcüzəli nişanələr, möcüzələr nazil olmur? De, o ayələr yalnız Allahın ixtiyarındadır və mən isə yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm. أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَى عَلَيْهِمْ إِنَّ فِي ذَلِكَ لَرَحْمَةً وَذِكْرَى لِقَوْمٍ يُؤْمِنُونَ. Məyər daim oxunmaqda olan bu kitabı sənə nazil etməyimiz, sənə möcüzə nazil olması məsələsində onlara kifayət etmədimi? Və onlar Qur'anın müxtəlif yöndən möcüzələrini görmürlər? Həqiqətən bu kitabda iman gətirən tayfa üçün rəhmət və öyüd nəsihət vardır. قُلْ كَفَى بِاللَّهِ بَيْنِي وَبَيْنَكُمْ شَهِيدًا يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَالَّذِينَ آمَنُوا بِالْبَاطِلِ وَكَفَرُوا بِاللَّهِ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ. De, Allahın mənimlə sizin aranızda şahid olması kifayət edər. O göylərdə və yerdə olanı bilir. O kəslər ki, batilə, Allahdan başqa ibadət olunan hər bir şeyə iman gətirib Allaha küfr etmişlər, onlar ziyankarlardır. وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَوْلَا أَجَلٌ مُّسَمًّى لَّجَاءَهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər Allahın lövh-i məhfuzda onlar üçün yazmış olduğu müəyyən bir müddət olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Əlbəttə, onların əzabları qəfildən, onlar qafil olduqları halda yetişəcəkdir. يَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Halbuki cəhənnəm kafirləri əhatə edir, yaxud əhatə edəcəkdir. يَوْمَ يَغْشَاهُمُ الْعَذَابُ مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا مَا كُنْتُمْ تَعْمَلُونَ. O gün ki, əzab onları başları üstündən və ayaqları altından bürüyəcəkdir, deyəcəkdir, etdiklərinizin cəzasını, yaxud o əqidə və əməlin eyni ilə təcəssümünü dadın. يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونَ. Ey mənim iman gətirən bəndələrim! Şübhəsiz, mənim yerim genişdir. Odur ki, əgər hər hansı bir mühitdə dini əqidənizi qorumağa, yaxud onun əməllərini, hökmlərini həyata keçirməyə qadir deyilsinizsə, başqa bir yerə gedin və yalnız mənə ibadət edin. Kullu nəfsin zâiqatul məvt, thumma iləynə turca'un.
hər bir canlı ölümü dadacaqdır. Sonra isə bizim huzurumuza, bizim bərzəx aləmimizə, bizim qiyamət səhnəmizə, bizim cənnətimizə və cəhənnəmimizə qaytarılacaqsınız. وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُبَوِّئَنَّهُم مِّنَ الْجَنَّةِ غُرَفًا تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نِعْمَ أَجْرُ الْعَامِلِينَ. İman gətirən və salih işlər görən kəsləri şübhəsiz altından çaylar axan cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. Yaxşı mükafat necə də gözəldir. الَّذِينَ صَبَرُوا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. O kəslər ki, həm cəmaat qarşısında vəzifələrini, həm də öz ilahi vəzifələrini yerinə yetirməkdə səbr etdilər və daim öz Rəbbinə təvəkkül etdilər. وَكَأَيِّن مِّن دَابَّةٍ لَّا تَحْمِلُ رِزْقَهَا اللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ. Bir çox canlılar var ki, öz ruzilərini əldə edə bilmirlər. Quruda və suda yaşayan heyvanların bir çoxu kimi. Onlara da, sizə də ruzini Allah verir. O eşidən və biləndir. وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ فَأَنَّى يُؤْفَكُونَ. Ya Peyğəmbər, əgər onlardan, Məkkə müşriklərindən soruşsan ki, göyləri və yeri kim yaratmış və günəşi, ayı kim ram etmişdir? Mütləq deyəcəklər, Allah. Çünki onlar bütləri xaliq və aləmlərin idarə edəni deyil, yalnız Rəbbin dərgahında onun nəzəri altında olan, şəfaət edən, dərgaha yaxın olan tanrılar bilirdilər. Bəs belə isə, haqdan necə və hara döndərilirlər? Allahu yebsutur rizqa limen yasha'u min ibadihi ve yaqdiru leh. İnnallaha bikulli şeyin alim. Allah bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar da, azaldar da. Həqiqətən Allah hər şeyi biləndir. وَلَئِن سَأَلْتَهُم مَّن نَّزَّلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ مِن بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ اللَّهُ قُلِ الْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ. Və əgər onlardan göydən yağış, qar və dolu şəklində su nazil edib, bunun vasitəsilə yeri ölümündən sonra bitkilər, ağaclar bitirməklə dirildən kimdir deyə soruşsan, mütləq deyəcəklər. Allah, de, həmd yalnız ona məxsusdur. Lakin onların çoxu dərindən düşünmür. وَمَا هَذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ لَوْ كَانُوا يَعْلَمُونَ. Bu dünya həyatı bihudə əyləncədən və oyun oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də axirət evi əbədi həyatdır. Onun yeri, göyü,
cəmadat və nəbatatı belə əbədilik diridir və elə bil ki, həyatın özüdür. Kaş biləydilər. فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ Gəmiyə minən və qərq olmaq təhlükəsi ilə üzləşən zaman, dini yalnız Allaha məxsus edib, ona dua edərlər. İbadət etdikləri bütləri unudarlar. Allah onları quruya çıxarıb xilas edən kimi, dərhal ona şərik qoşarlar. لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ وَلِيَتَمَتَّعُوا فَسَوْفَ يَعْلَمُونَ Qoy onlar verdiklərimizə, nicat nemətinə nankörlük etsinlər və dünya ləzzətlərindən bəhrələnsinlər, əməllərinin nəticələrini tezliklə biləcəklər. أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ Məyər görmədilərmi ki, biz dünya əhalisinə əminamanlıq olan bir hərəm, yer etdik. Halbuki, əminamanlığın olmaması üzündən onların ətrafında insanlar oğurlanırdı. Belə isə, indi məyər batilə mi iman gətirirlər? Allahın nemətini mi, din və kitabı inkar edirlər? وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِالْحَقِّ لَمَّا جَاءَهُ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْكَافِرِينَ Allaha qarşı yalan uydurandan, Allah bütləri özünə şərik, şəfaət edən qərar vermişdir deyən kəsdən, yaxud haqq, Peyğəmbərin nübüvvəti və kitabı ona yetişdikdə təksib edəndən də daha zalım kimdir? Məyər cəhənnəmdə kafirlər üçün qalacaq yeri yoxdur? وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ Bizim yolumuzda öz nəfsi ilə və bizim düşmənimizlə cihad edənlərə şübhəsiz öz dərgahımızdakı məqama yetişmək yollarımızı göstərərik və həqiqətən Allah yaxşı iş görənlərlədir.